Salam gənclər, 9-cu, 10-cu, 11-ci siniflərin ehtimal birləşmələr nəzəriyyəsinə aid mükəmməl bir sual nümunəsi var. İstənilən 9, 10, 11-ci sinif bunu artıq bilməlidir. Madəm ki 9-da da imtahanı bitiribsə, 10-cu sinif adlanır. Bloka hazırlaşanda mükəmməl şəkildə qavramalıdır bunu. Və bu sual nümunəsi 2024-cü il 1-ci qəbul 1-ci qrupun sualıdır. Demək, yoldaşlar, deyir ki 9 yeri olan sıraya 9 oğlan təsadüfi qaydada əyləşir. Bunlardan Gündüz, Araz, Fərid yanaşı oturması hadisəsinin ehtimalı nədir? Birinci, bütün mümkün hallarımıza baxaq. 9 dənə yerim varsa, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə mümkün halım var. 9 nəfərin öz arasında yer dəyişməsi hadisəsinin ehtimalı nədir? Yer dəyişməsi nədir? 9 faktorial. 8 nəfər olsa 8 faktorial. 5 nəfər olsa 5 faktorial. Toplam yer dəyişmə budur. Lakin bizə deyir ki, Gündüz, Araz, Fərid yanaşı əyləşsin. Yanaşı əyləşməyi ya Gündüz, Araz, Fərid olacaq, ya Fərid, Gündüz, Araz olacaq, fərqlənməz. Bu 3 nəfər yanaşı əyləşsin. Bu yanaşı əyləşsin deyirsə, mən buna bir nəfər kimi baxa bilərəm. Buna bir nəfər kimi baxdığım zaman 2, 3, 4, 5, 6, 7. Toplam olur o zaman məntiqi olaraq 7 nəfər. 7 nəfərin öz arasında yer dəyişməsi 7 faktorial. Ondan sonra qaldı. Axı bunlar da öz arasında yer dəyişə bilər. Gündüz, Araz, Fərid, Fərid, Gündüz, Araz, Araz, Gündüz, Fərid. Bu şəkildə yerlər dəyişə bilər. O zaman 3 nəfərin öz arasında yer dəyişməsi 3 faktorial. Bunu da hesabladığımız zaman 7 faktorial nədir? İstəsəz aça da bilərsiniz. 9 da 7-yə görə aça bilərik. 9 faktorial 7 faktoriala görə açsaq, olacaq 7 faktorial vurulsun 8, vurulsun 9. 7 faktorial olduğu kimi qalır. 3 faktorial da yazaram. 1 vur, 2 vur, 3. 7 faktorialla 7 faktorial ixtisar gedir. Çox bəsit bir şey. Bununla bu ixtisar getdi. Qaldı 3, qaldı 1. 2 ilə 8-i ixtisarladım. Qaldı 4, qaldı 1. Bu birləri bir-birinə vurduğumuz zaman 1. 3-ü 4-ə vurduğumuz zaman 12. Cavab eləyəcək 12-də 1. Yəni bunların yanaşı oturması hadisəsinin ehtimalı 12-də 1-dir.